بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الحمد لله الذي جعل الحمد مفتاحا لذكره وسببا للمزيد من فضله ودليلا على آلائه وعظمته، والصلاة والسلام على عبد الله ورسوله وصفيه وحبيبه وحافظ سره ومبلغ رسالاته سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد وعلى علي أمير المؤمنين وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Size ve özüme ilahi takvaya riayet eləməyi tövsiyə edirəm. Məhərrəm ayında Məhərrəm səfər günlərində İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsi barədə danışarkən bunu qeyd eləmişdik ki, İmam Hüseynin mübarizəsinin hədəflərini, mahiyyətini tanımaq üçün gərək bir qədər əvvələ qaydaq və İslam tarixini qısa təhlil eləyək. Peyğəmbərin tarixini, imamların tarixini təhlil eləyək və keçən həftələrdə də bu məsələlərə işarə eləmişik. Biz qeyd elədik ki, Peyğəmbərin müqabilində dayanan insanlar, Məkkə şəhərində yaşayan insanlar, baxmayaraq ki, belə fikir yayılıb ki, bu insanlar nadan, cahil və mədəniyyətsiz insanlar idi. Amma bir sıra dəlillər onu göstərir ki, Peyğəmbər müqabilində iki dəstə insan var idi. Bir o çöllərdə yaşayan ərəblər idi ki, Quran onlara ərəb deyir. Onlar inkişafdan, mədəniyyətdən uzaq çöl ərəblər idi və bütün vəhşi adətləri onların adı ilə bağlamaq olar. Eyni zamanda Məkkədə o zaman üçün mədəni səviyyəsi yüksək olan insanlar, keçmiş dinlərin ardıcılları, İbrahim əleyhissalamın dinində olan insanlar da var idi və Peyğəmbər dinlərin mərkəzi olan bir yerdə öz risalətini başladı. Bu da aydındır ki, Peyğəmbərimizin dəvətinin səviyyəsi çox yüksək idi. Yəni, Peyğəmbərin dininin səviyyəsi çox yüksək idi. Və Peyğəmbərin təmənnası çox idi o insanlardan. Və bəziləri də Peyğəmbərin tələblərinə cavab verirdilər, iman gətirmişdilər Peyğəmbərə. Amma bunu da haşiyə kimi qeyd eləmək istəyirəm ki, Peyğəmbərin dininə müsbət cavab verənlərin bir çoxu da şəhid olmuşdu. İmam Hüseynin Kərbəlasından danışarkən bunu da qeyd eləməliyik ki, yaxşıların çoxu şəhid olmuşdu o zaman. İş bu yerə çatmışdı ki, Əli əleyhissalam gileylənirdi, deyirdi, hanı Əmmar, hanı filan kəs, yəni, hanı o fədakar sahabələr. Bunu elə belə yadda saxlamaq üçün dedim, bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Bugün mən sizə bir sual verib, onun cavabını istəyirəm verəm bu neçə dəqiqədə və diqqət xahiş edirəm ki, fikrimi çatdıra biləm. Sual budur ki, Peyğəmbər dini diri yüksək səviyyədə bir dindir. Qiyamətə qədər insanlara hakim olacaq bir dindir. Qiyamət gününə qədər bu dinin hökmləri dünyaya hakim olmalıdır.
Bu aydın məsələdir. Sual budur ki, bəs əgər bu din bu qədər yüksək səviyyəli bir dindirsə, axı Peyğəmbərin öz zamanında yaşayan insanların tutumu az idi, zərfiyyəti tutumu az idi ki, bu dini qəbul eləsinlər. Bu din ki, 21-ci əsrdə hələ indi tam başa düşülməyib, tam tanınmayıb. Necə ola bilərdi ki, o dövrün insanları bu dini başa düşsünlər və ona əməl eləsinlər? Bəs Peyğəmbər və imamlar bunu nəzərə almırdılar ki, o zamanın insanı bu dinə əməl eləməyə tutumu və zərfiyyəti yoxdur. Axı onların səviyyəsi çox aşağı idi. İmam Sadiq əleyhissalam öz sahabələrinə deyir ki, siz məndən bəzi şeyləri soruşursunuz, mən sizə cavab verirəm, siz də əməl edirsiniz, amma başa düşmürsünüz. Sırf mənim sözümdür deyə buna əməl edirsiniz. Gələcək nəsillər, axir zamanda yaşayanlar biləcək ki, mənim sözümün həqiqi mənası nə idi. İndi siz başa düşmürsünüz. Amma əməl edirsiniz buna görə ki, imam sözüdür. Amma gələcəkdə nəsillər gələcək ki, onlar başa düşəcəklər mənim sözümün həqiqi mənasını. Elm bugün inkişaf elədikcə o zaman bəlli olmayan bir çox şeyləri təsdiq eləyir. Donuz ətinin İslamda haram olması bugün müəyyən tədqiqatlar nəticəsində bəlli olur ki, hansı səbəbdəndir. Bir alim yazır ki, mən Avropa ölkələri, ya deyəsən Kanadada mən bu mühazirə oxuyurdum. Orada donuz əti mövzusu bəhs olundu. Orada alimlər dedi ki, dinimiz niyə bunu haram bilir filan. Mən deyir, hədislər dedim imamlardan ki, ətlə müxtəlif xasiyyət və xüsusiyyətlər insana ötürülür. Və hədislərdə var ki, donuz əti yemək insanın qeyrətsizliyinə gətirib çıxardar. Deyim, mən bunu danışanda təxminən bir qadın deyir, qalxdı ayağa, elə bil ki, fəryad elədi. Müsəlman dinində olmayan bir alim idi o xanım. Dedi ki, siz bu sözləri hardan danışırsınız ki, siz deyirsiniz bizim imamlar deyib. Bu elmin yeni gəldiyi nəticələrdən biridir. Müasir tədqiqatlar bunu göstərir ki, bəli, heyvanların əti ilə insanlarda müxtəlif xüsusiyyətlər, xislətlər yaranır. Deyib, bizim imamlar da təxminən bu mövzuda hədislər deyiblər. Ki, söhbət donuz ətinin xeyrindən, ziyanından getmir. Onun mənəvi ziyanlarından gedir ki, indi görürsən bu söz öz təsdiqini tapır. Çox hədislər var, suya bu duanı oxu, o suyu iç. İndiyəcən bəlkə bunu xurafat hesab edir bəzi insanlar ki, suya dua oxuyub içəndə nə olur? İndi tədqiqatlar təsdiq edir ki, suya oxunan sözlərin, sədaların, səslərin suyun tərkibində təsiri var. Suyun tərkibini dəyişir. Yəni, lap müasir elmi tədqiqatlardır bu. Tədqiq edirlər, suyun tərkibinə baxırlar. Ora məsələn, dua oxunanda, Quran oxunanda hansı tərkibdə olur? Və yaxud, üzr istəyirəm, bir söyüş söyəndə. Görürlər ki, dəqiq fərqi var. Görürsən, zaman keçdikcə o zaman bəlli olmayan məsələlər indi bəlli olur. Hədislərdə var ki, İxlas surəsini siz başa düşməzsiniz. İxlas surəsinin mənası hədis buyurur. Axir zamanda bəlli olacaq. O zaman insanlar başa düşmürdülər. Bir dəstə münafiqlər var idi o zaman. Deyirlər, necə eləyək ki, Əlidən də bir pis söz danışaq Peyğəmbərə, şikayət eləyək, söz tapmırdılar. Gəlirdilər, belə deyirdilər ki, Əli namazda İxlası çox oxuyur. Peyğəmbər əsəbləşirdi, neçə yerdə qəzəblənirdi, bir də burada deyirdi ki, Əlidən şikayət eləməyin. Sonra soruşdu ki, niyə bu surəni bu qədər çox oxuyursan? Buyurdu ki, İxlas surəsini mən çox istəyirəm, çox sevirəm. Elə bu cavabı verməklə kifayətləndir. Yəni, o zamanın insanlarının başa düşmədiyi həqiqətləri İxlas surəsində, dinin başqa hökmlərində Əhl-i Beyt imamlar dəqiq başa düşürdülər. Bəs sual budur ki, ya Rasulallah, sən ki bilirsən bu cəmaatın tutumu yoxdur sənin dinini qəbul eləsin. 21-ci əsrdir, biz bugün bunu lap dəqiq deyə bilərik ki, bugün hələ dini tam tanıya bilməyib insanlıq, bəs onlara niyə bu dini təbliğ edib və onlardan təmənnun nə idi, nə gözləyirdin ki sən?
Cavab budur ki, o dövrün cəmiyyəti İslam dininin bütövlükdə hökmlərinə əməl eləməyə gücü çatmasa da, öz həddində bu dini başa düşmək gücü var idi. Və Peyğəmbərin tələbi də budur ki, dinə tam əməl eləsinlər. Çünki onların qüdrəti yox idi buna əməl eləməyə. Quranda ayə buyurur ki, Peyğəmbəri göndərdi niyə görə? لِيُزْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ Allahın dinini tam aşkar eləsin. Yəni İmam Zaman ağa gələndə bu din tam şəkildə icra olunacaq. Tam şəkildə. Amma onların zamanında, Peyğəmbər zamanında insanların buna tutumu çatmırdı ki, bu dinə tam şəkildə əməl eləsinlər. Və Peyğəmbərin də intizarı bu dördü. İmamlar da bunu gözləmirdilər ki, İslam dinini tam şəkildə o geridə qalmış cəmiyyətdə bərqərar eləsinlər. Peyğəmbərdən sonra insanlar Əlinin evinə hücum elədilər. Əli əleyhissalam dedi, yox, siz imaməti tanımazsınız hələ. İmamətə tabi olmaq nədir? Sizin tutumunuz çatmır buna. Eyb yox, mən səbr eləyərəm. Getdi evində sakit oturdu. Bir müddət keçdi, gəldilər beyyət eləməyə. Dedi, yaxşı, indi ki başa düşdünüz, qəbul eləyirəm. 4 il xilafət elədi, şəhadətə çatdırdılar. İmam Həsən əleyhissalam gəldi, gördü ki, bu insanlar imamət başa düşmür. Dedi, yox, mən də sülh bağlayaram Muaviyə ilə. Tələsmirdilər Peyğəmbər və imamlar bu dini bütövlükdə o cəmiyyətə qəbul elətdirsinlər. Gəlib soruşurdular İmam Sadiqdən ki, möminlərin bir-birinin üzərində haqqı nə qədərdir? İmam soruşurdu ki, bu barədə nə bilirsiniz, danışın. Onlar hədislərdən deyirdilər. İmam dedi, elə bu qədər bilirsiniz, əməl eləsiniz kifayətdir. Qorxuram ki, hamısını deyəm, əməl eləməyə taqətiniz olmuyor. Həzrət Əli əleyhissalamdandır bu hədis. Buyurur ki, əgər mən Allahın dinini tam icra eləsəydim, bu 4-5 nəfər ki mənim ətrafımdan var, onların da gücü çatmazdı, onlar da qoyub gedərdi. Görün, nə söz deyir Əli əleyhissalam. Ki onsuz da tərəfdarları azdır. Əgər mən başlasam bütün dini olduğu kimi icra eləyəm, bu 4-5 nəfəri mənim təbliğ elədiyim dinə əməl eləsin. Allah Peyğəmbərə buyurur, Əlinin imamətini elan elə. 3 dəfə ayə gəlir, Peyğəmbər cürət eləmir. Çünki bilir bu cəmaatın tutumu yoxdur, vilayəti başa düşər. Nauzubillah, Allah əmrindən çıxmır. Münasib fürsət gözləyir ki, harada desəm bəlkə biraz təsir eləyər. İndi ki sizə təəccüblü gəlir, 100 minlərlə insanın qabağında əlindən tutdu Həzrət Əlinin dedi, mən kuntu mavlah, fəhaza aliyyum mavlah. Bəs bu insanlar bunu görə-görə niyə qəbul eləmədilər? Ona görə ki, onlar vilayət fəlsəfəsini anlamaq gücündə deyildilər tam mənasında. İndi vilayət fəlsəfəsi yavaş-yavaş tanınmağa başlayır. 1000 ildir İmam Zaman ağa qeybdədir. Hansı səbəbdən qeybdədir? Bunun indi mənəvi səbəblərini biz çox deyirik, günahdan çəkinmək, insanların mənəvi hazırlığı, amma əsas səbəblərindən biri budur ki, bəşəriyyət hələ bugün o səviyyəyə gəlib çatmayıb, inkişafın o səviyyəsinə ki, başa düşə İmam Zaman ağa nə deyəcək. İmam Zaman ağanın gətirdiyi o həqiqi dini başa düşər. Və hədislərdə var, İmam Zaman ağa zuhur eləyəndə cəmaat təəccüb eləyəcək ki, elə bil ki, bu təzə din gətirib. Hələ o zamandakı İmam Zaman zuhur eləyəcək. Və bütün bunları deyəndən sonra istəyirəm sual verək ki, bəs niyə İmam Hüseyn qiyam elədi? İmam Hüseyn niyə gözləmədi cəmaat başa düşsün? İmam Hüseyn ağa da deyərdi ki, eybi yox, qoy bunlar hələ anlayanacam biz səbr eləyək. Necə İmam Həsən səbr eləmişdi, Əli əleyhissalam səbr eləmişdi. Bəs nə baş verdi ki, İmam Hüseyn əleyhissalam səbr eləmədi? Nəyə görə? Cəmaat elə bir hissəsinə dinin əməl eləsə kifayətdir. Nəyə görə İmam Hüseyn ağa inqilab elədi, daha doğrusu mübarizəyə qalxdı Yezidə qarşı, nə səbəbdən? Bir cümlə ilə cavab vermək istəsək, belə deyə bilərik ki, İmam Hüseyn başa düşdü ki, Yezid hakimiyyətə gəlməklə, Yezidin hakimiyyətə gəlməsi ilə din bütövlükdə aradan gedəcək. Din tam şəkildə aradan gedəcək. Bunu başa düşdü. Az faizi də qalmayacaq ki, cəmaat ona əməl eləsin.
İmam Əli əleyhissalam səbr elirdi ki, eybi yox, dinin az faizi diri qalıb. Qoy buna əməl eləsələr kifayətdir. Qoy bizi tanımasınlar, dini tam tanımasınlar. İmam Həsən də belə, İmam Hüseyn zamanında vəziyyət belə oldu ki, İmam Hüseyn əleyhissalam gördü ki, din tam aradan gedir. Söhbət zülm söhbəti dördü. Yezid zalim idisə, o biri xəlifələr də zalim idi. Muaviyə də zalim idi. Abbasilər də, Bəni Ümeyyə hamısı zalim idi. İmam Hüseynin qabağında pis insanlar var idisə, o bir imamların da müqabilində var idi. Yaxşıları qorumaq üçün qiyam elədisə, əksinə İmam Hüseyn yaxşıların hamısını fəda elədi. Din zəif olacaqdısa, qiyam eləməsəydi, din həmişə zəif idi. Məsələ bundadır ki, zaman başqa zaman idi. Zülm var idi İmam Hüseyn zamanında. Başqa imamların zamanında da zülm var idi. Amma İmam Hüseyn zamanında olan zülmün bir xüsusiyyəti var idi ki, başqa zamanlarda o xüsusiyyət yox idi. O hansı xüsusiyyətdir ki, niyə başqa imamlar qiyam eləmədilər? İmamlar bilirsiniz, hamısı şəhid olublar. 12-ci imamdan başqa. Hamısı da özləri bilirdilər ki, şəhid olurlar. Və bir də xüsusi dostları bilirdi. İmam Rıza əleyhissalama məmun zəhər qatılmış üzüm təklif eləyəndə, İmam Rıza əleyhissalam bilir o üzümdə zəhər var. Və deyir ki, mən bundan yeməyəcəm. Yeməyəcəm deyəndə məmun pərdəni çəkir, pərdənin arxasında silahlı adamlar dayanır. İmam Rıza'ya deyir ki, ya bu üzümü yeməlisən, ya səni qanuğa qəltan eləyəcəklər burada. İmam Rıza deyir ki, əgər iş belədirsə, onda yeyirəm. Bir neçə dənə götürür, o üzümdən yeyir və yavaş-yavaş hərəkət eləyir. Məmun soruşur, hara gedirsən? Buyurur ki, o yerə ki, sən məni göndərmək istəyirdin, ora. Bəllidir ki, bilir şəhid olacaq. Bəs niyə razı olmadı qılınc vasitəsilə öldürülsün? Çünki istəmirdi ki, səs-küyü çox olsun bu şəhadətin. İstəyirdi ki, elə bu gizli qalsın. Dostlar zərbə altına düşməsin. Möminlər zərbə altına düşməsin. Əbasətə deyir ki, qapını bağla, heç kəsi buraxma. Elə bir neçə nəfər bilsə, tarixdə qalsa ki, məni zəhərlədilər, bəsdir. Qoy cəmaat bilməsin, tərəfdarlarım hansısa bir hərəkət eləməsin ki, onlara ziyan dəysin. Öz tərəfdarlarını qoruyur. Xüsusi adamlar bilməsinə kifayətlənir. Amma İmam Hüseynin bədəni 3 gün küçədə qalır, səhrada, çöldə qalır. Başı nizədə şəhər-şəhər gəzir. İmam Hüseyin buna razıdır, bunu qəbul eləyir. Buna razı olur, amma o bir imamlar razı olmur. Cavabın xülasəsi nədir? Cavabın xülasəsi budur ki, İmam Hüseyin başa düşürdü ki, əgər inqilab eləməsə, mübarizəyə qalxmasa, din aradan gedəcək. İmam Rıza bilirdi ki, ondan sonra din az da olsa qalacaq. Amma İmam Hüseyin nə deyir? Deyir, Yezid gəldi, xəlifə oldusa və aləl-İslam əs-səlam. Və aləl-İslam əs-səlam. Əs-səlam ərəblər, yəni xudahafiz, əlvida. Yəni Yezid hakim oldusa, İslamdan sağollaşmalıyıq, İslamdan vidalaşmalıyıq. İndi mən bir şey qaldı, sizə sübut eləməyə çalışım ki, niyə görə İmam Hüseynin zamanında din aradan gedəcəkdi? Təbii ki, bu sual sizin zehninizdə yaranır. Nə səbəbdən İmam Hüseyin zamanında din aradan gedəcəkdi? İcazə verin, bunu şərh eləyim və sözümü tamamlayım. Peyğəmbər vəfat eləyəndən sonra, ondan sonra bir neçə nəfər xəlifə oldu ki, xəlifəlik onların haqqı deyildi. Onlar xəlifə olmamalı idi, xilafəti qəsb elədilər. Və Peyğəmbərdən sonra xəlifə olmağın mənası nə idi? Peyğəmbərdən sonra xəlifə olmağın mənası bu idi ki, yəni tam şəkildə bu adam Peyğəmbərin yerində oturur. Yəni o xəlifə ki, Peyğəmbər zamanında var idi, həm imam cəmaat idi.
Həm cümə namazını qılırdı, cəmaət namazını qılırdı, həm dini fətvalar verirdi. Din və dünya işlərini idarə edirdi cəmaatın. Xəlifənin mənası bu idi. Həccə gedənlər yaxşı bilir. Məkkədə azan verilir, sübh azanı. Hayya ala xayril əməli yerinə nə deyir? Deyir, əs-salatu xayrun minən-nəvm. Deyir, namaz yuxudan daha üstündür. Hardan yaranıb bu söz? İkinci xəlifənin zamanında yaranıb. Necə yaranıb? Deyir, qoşun hazırlayır, döyüşə aparsın cəmaatı. Birdən azan gəlir, hayya ala xayril əməl. Gəlin xeyirli əmələ tələsin. Deyir, xeyirli əməl namazdırsa, da cəmaat cihada həvəs göstərməyəcək. Cəmaat mübarizəyə həvəs göstərməyəcək. İbadətə qapılacaq. Odur ki, gəlin dəyişək. Qərar verirəm, bunun yerinə nə fikirləşək, belə bir şey. Əs-salatu xeyrun minən-nəvm. Namaz yuxudan üstündür. Xeyril əməldir. Oldu, baş üstə. Demirlər də, sən necə dini dəyişirsən, yox. Mən xəlifəyəm, bu səlahiyyət məndə var. Dində bəyənmədiyim şeyi ürəyim istəyən kimi dəyişəm. Cəmaatın təsəvvüründə də budur ki, xəlifə dini məsələlərə müdaxilə eləyə bilər. Beytulmal bölünür o xəlifələrin zamanında. Həzrət Əli deyir ki, necə Peyğəmbər zamanı bərabər bölünürdü, siz də elə bölün. Deyirlər, yox da zaman dəyişib, güc sahiblərinə çox verək ki, hakimiyyətimizi qorusun. Kim ki bizim hakimiyyətimizi qoruyur, onları gərək təmin eləyək ki, qorusunlar. Az adamlar qorumayacaq bizim hakimiyyətimizi. Odur ki, o məmurlar ki, bizim ixtiyarımızda var, onlara çox pul verək, digərlərinə az. Ki, hakimiyyətimiz bunların hesabına qorunsun, qalsın. O gəlir, sünnət olur. Beytulmal bölməkdə bu ədalətsizlik gəlir, olur sünnət. Sünnətə çevrilir. Onların elədiyi hər bir əməl dini rəng alır. İnsanlar onu dinin hökmü kimi qəbul edir. Xəlifənin elədiyi vacib olur, tərk elədiyi haram. Deməli, bunlar başlayırlar yavaş-yavaş dini dəyişməyə. Amma hamısını dəyişə bilmirlər. Niyə? Çünki Əli əleyhissalam var. Və Əli əleyhissalamın nüfuzu da var. Həzrət Əli əleyhissalam o prinsipial məqamlarda gəlir dayanır. Səhabələrdən də sağ qalanlar var. Hələ görürlər. Və mani ola bilirlər. Qoymurlar, bunun qarşısını alırlar. Biraz dəyişə bilirlər, amma kökünü dəyişə bilmirlər. İrandan əsir gətirirlər, əsirlər gəlir xəlifənin qabağında əlini qarnının üstünə qoyur, təzim eləyir. Xəlifə baxır, deyir, bu nə deməkdir? Deyir, biz böyüklərimizin qabağında belə təzim eləyir. Deyir, əcəb gözəl adətdir. Sabahdan namazda əlləri qarnının üstə qoyacaqsınız. Gəlir, sünnət olur bu. Amma tam eləyə bilmirlər. Osmanı niyə öldürdülər? Çünki gördülər, çox irəli gedir. Səhv düz öldürdülər hər halda. Əli əleyhissalam narazı idi. Amma insanlarda bu var idi ki, görürlər, dini tam təhrif eləyir bu. Muaviyə zamanında biraz da irəli getdilər. Muaviyə dedi, çərşənbə günüdür, eybi yox. Ürəyim istəyir, cümə namazı qılaq. Çərşənbə günü cəmaatı dəvət elədilər günorta cümə namazına. Cəmaat gəldi, dedi ki, də xəlifədir, Allahın kölgəsidir. Din bunların ixtiyarındadır. Cümə namazı baş üstə. Dayandılar, cümə namazı qıldılar. Əli əleyhissalam da yoxdur mani ola. Şamlılara Əlinin sözü keçməz ki, ona mani olsun. Yavaş-yavaş iş çatdı Yezidə. Muaviyə Yeziddən yaxşı adam deyildi, amma Muaviyənin az-çox siyasəti var idi. Tam irəli getmirdi. Bir həddə qədər addım atırdı, dayanırdı. Dini fəza hələ qalmışdı. Dinin bir hissəsi təhrif olmuşdu. İmamlar da dözürlər. Eybi yox, cəmaat dinə tam əməl eləməsə də bir hissəsi yaşayır dinin. Növbə çatdı, görür ki, əgər dözsəydi, İmam Hüseyin dözsə, din tam aradan gedəcək. Çünki bu siyasət də bilmir, atası kimi. Atası bilir, bu bilmir, atasının əksinə olaraq. Hədis demək neçə illərdir qadağandır. Qalə Rəsulullah desin, cəza verirlər sənə.
hədis danışmaq qadağandır. Səhabələr ölüb, dünyasını dəyişib, təzə nəsil gəlib. İmam Hüseyn söz sahibidir əleyhissalam kimi. Tarixdə var, gəlir bir nəfər İbn Abbasdan nəsə soruşur, İmam Hüseyn də onun yanında olur. İmam Hüseyn ağa cavab vermək istəyəndə dini məsələdə, o deyir ki, mən səndən soruşmadım ki, İbn Abbasdan soruşdum. İbn Abbas da deyir, yox, Hüseyn də bilir dini, ondan da sorur. Eybi yoxdur, o da səhv cavab verməz sənə. Təzə bir nəsil yaranıb ki, səhabə yoxdur içində, tabeyindən az bir hissə qalıb onların içində. Və bunlar da yavaş-yavaş dini tam aradan aparmağa gəlir, çıxır ki, birdən məsələn soruşsalar ki, sübh namazı neçə rəkətdir, iş o yerə çatacaqdır, deyəcəklər, sübh namazı nədir? Yəni, buraya yavaş-yavaş gətirirlər məsələni. Belə bir şəraitdə Yezid nə istəsə din adına deməyə insanlar qəbul edəcək. İş bu yerə çatıb Peyğəmbərin qurduğu cəmiyyətdə, Mədinədə yazırlar bir müğənni xanım ki, bizim üçün təəccüblüdür o. Biz bilirik, müğənni xanım Mədinəyə gələndə hədislər deyir ki, din alimini elə hörmətlə qarşılamırdılar, nəinki onu. Belə bir vəziyyət yaranıb. İmam Hüseyn əleyhissalam oturub dayanıb gözləsəydi, tam şəkildə nə istəsə xəlifə, çünki cəmaət bilir ki, xəlifənin bu səlahiyyəti var. Xəlifə Allahın kölgəsidir, Peyğəmbərin canişinidir. Nə istəsə din adına qəbul eləyəcəklər. Mədinəlilər bilirsiniz, İmam Hüseynə kömək eləmədilər. İmam Hüseyn şəhid olandan sonra Mədinəlilər deyir, gedək görək nə baş verir. Gəlirlər Yezdin yanına. Yezdin yanında olanlar deyir ki, sən bunların yanında şərab zad içmə. Bunların içində səhabə yaxud da tabeyin o kəsə deyirlər ki, səhabələri görüb, ona tabeyin deyirlər. Tabeyinlərdən var, bunlar dindardır filan, bunların yanında içmə. Yezid deyir, gətirin şərabı. Oturublar Mədinəlilər, şərabı gətirirlər süfrəyə. Yezid baxır, deyir, buyurun, onlara deyir. Otururlar, görürlər meymun oynadır, it oynadır, şərab içir. Bunlar yavaş-yavaş ayılır ki, Mədinədə olanda az qaldı ki, qorxduq ki, daş yağar göydən. İmam Hüseynin şəhadətindən sonra bunlar maraqlanır, axı nə olmuşdu? Niyə İmam Hüseyn canını verdi? Qayıdıb gəlirlər, Mədinədə qiyamlar başlayır. Qiyamlar başlayanda, məqsədim var bunu danışmaqda. Yezid bir qoşun toplayır, göndərir Mədinəyə. Silahlandırır, göndərir Mədinəyə. Başçısı əskərləri çağırır, deyir, Mədinə şəhəri sizin. Kim kişilərdən əleyhünüzə çıxsa, başı bədənindən ayrılsın. Qadınlar sizin namusu sizə halaldır. Qadınların namusu sizə halaldır Mədinə Peyğəmbər şəhərində. Malları da halal xoşuz. Girirlər Mədinəni qarət eləyirlər, insanları qırırlar, qadınlarla zina eləyirlər. O zinalardan nə qədər övlad doğulur, ora qədər hətta tarixdə təxminən sayı da var. Və atlarını harda bağlayırlar? Atlarını Peyğəmbərin hərəmində. Tövlə eləyirlər Peyğəmbərin hərəmində, nəuzubillah. İndi bu qoşun qayıdır, Mədinəni məğlub eləyib, qayıdır, gəlir. Bu qoşunun komandanı, başçısı yolda xəstələnir, ölüm həddinə çatır. Yanındakına deyir ki, mən vəsiyyət eləyim, sən yaz. Xoşbəxtlikdənmi deyim, nədənmi? O vəsiyyəti tarixdə qalıb. Yazır, axırda münacat eləyir Allahla. Deyir, ilahim, mənim heç bir savabım yoxdur sənin yanında ki, məni bağışlayasan. Ümidim bunadır ki, Mədinədə insanları qırdığıma görə, bəlkə bu əmri icra elədiyimə görə sən məni bağışlayasan. Əgər bunu eləməsəm də, buna görə bağışlamasan da mən çox pis adamam. Çünki mən Əmir əl-Möminin əmrini icra eləmişəm, yəni sənin əmrini. Tərz-i təfəkkür belədir ki, xəlifə din və dünyanın sahibidir. İmam Hüseyn əleyhissalam bu vəziyyəti görür və ona görə qiyama qalxır. Qiyama qalxır və qiyama qalxmasının nəticəsi bu olur ki, insanlar yavaş-yavaş ayılır. Bir mənada belə deyək ki, İmam Hüseyn dini siyasətdən ayırır.
o saxta siyasətdən ayırır. Daha cəmaət İmam Hüseyndən sonra xəlifəyə din sahibi kimi baxmır. Din xəlifədir, siyasi rəhbərdir, amma da bunun haqqı yoxdur gələ din məsələsinə müdaxilə eləyə. İmam Hüseyndən sonra diqqətlə baxın, heç bir xəlifə azanla, namazla işi yox idi da. İmam Hüseyn dini hökmlərdə hökm eləmək səlahiyyətini öz şəhadəti ilə alır xəlifələrin əlindən. Xəlifənin nəinki canişin bilmirlər, yavaş-yavaş cəmaət heç müsəlman saymırlar xəlifələri. Bu İmam Hüseynin qanının nəticəsində olur. Ki də dini məsələlərə müdaxilə eləyə bilmirlər. Onlar məcbur olur neyləsin? Alimlər gətirirlər, saray alimləri. Deyirlər, dini fətvaları siz verin, biz siyasi məsələlərə qarışaq. Din siyasi vasitə, alət olmaqdan xilas olur İmam Hüseynin qanı nəticəsində. Əbu Hənifə, İbn Həmbəl, bunlar hamısı alimlərdir və imamlar da onlara müəyyən qədər təsir də göstərə bilir o alimlərə ki, yaxşı, bu qədər təhrif edirsiniz, heç olmasa bəzi şeyləri düzdüyün. Ona görədir ki, heç olmasa Kəbəyə, həccə gedəndə bugün cəmaət hamısı heç olmasa bir istiqamətdə təvaf eləyir. Yoxsa üzbəüz gələrdilər. Biri deyərdi, bu yana getmək lazımdır, bir məzhəb deyərdi bu yana. Heç olmasa müəyyən qədər onun o təməllərini qoruya bilirlər. Sonradan da imamlar rahat olur. Çünki din xəlifələrin əsarətindən azad olur. Din olaraq. İmam Hüseyn əleyhissalam bu işi görür. Və heç zaman o xəlifələr cürət eləyib din dəyişə bilmirlər. Ona görə görürsünüz, sünnətdə 4 xəlifədən danışırlar. Deyirlər ki, namazda bir cümlə danışmağın eybi yoxdur. Niyə? Çünki birinci xəlifə danışır. Amma da deyirlər, içki içməyin eybi yoxdur, çünki Yezid içib. İmam Hüseyn deyansaydı, yavaş-yavaş belə olacaqdı. Bu İmam Hüseynin qanının bərəkəti idi ki, sünnət heç olmasa məhdudlaşdı Peyğəmbərdən sonra o 4 xəlifə ilə. Bilmirəm, fikrimi çatdıra bildim ya yox. Bu çox mühüm mövzulardan biridir ki, indiyə qədər çox eşitmişik ki, İmam Hüseyn dini qorudu. O nə mənadaydı? Mən elə gəlir ki, bunu başa düşürə bilərik ki, bu mənadadır ki, dini məsələlər siyasi rəhbərlərin əsarətindən azad oldu. Onlar zülmünə davam elədilər, cinayətlər elədilər, amma da cürət tapıb bu məsələlərə müdaxilə eləyə bilmədilər. Çünki cəmaət ayıldı ki, Peyğəmbər balası dini təmsil edən adam bunlara qarşı çıxır və onu öldürürlər və bu cür zülm eləyirlər. Cəmaatın zehnində bir şey yarandı ki, yox, bunlar dindar insandır, bunlar siyasətçidir. Onlara itaət eləsələr də elədilər din məsələsində yox, dünya məsələlərində və bu çox mühüm idi İmam Hüseyn əleyhissalam üçün və dinin qorunması üçün. Sözümün sonunda hicab məsələsinə bir daha işarə eləmək istəyirəm ki, insanları yenə deyirəm, çox ciddi narahat eləyən məsələdir və hələ də bu problem tam həllini tapmayıb, yəni müəyyən problemlər qalır və bu istiqamətdə də fəaliyyət də davam eləyir, müəyyən addımlar atılır məsələnin həlli üçün və əsas da bu məsələlərin həll olması üçün bugünkü gündə elə öz vəzifəsinə, səlahiyyətinə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah şükür Paşazadə bu məsələnin həlli ilə məşğuldur. Bir çox ağsaqqallar, xanımlar görüşlərdə olublar və orada onlara da bildirilib ki, şeyxin bugün gündəmində olan ən əsas məsələ hicab məsələsidir ki, bu məsələnin həlli istiqamətində çalışır, istəyir ki, məsələ həll olsun, əlindən gələni eləyir və biz də ümidvarıq ki, inşallah bu səylər nəticə verəcək, şübhəsiz nəticə verəcək və əvvəldən demişik ki, biz tərəfdarıq ki, bu məsələlər hüquqi müstəvidə öz həllini tapsın, hüquqi müstəvidə məsələ həll olsun və bu məsələdə də istənilən kəsə, o cümlədən Şeyxülislam Allah şükür Paşazadəyə də öz dəstəyimizi, yardımımızı bildiririk, bildirmişik də, hal-hazırda buradan da bildiririk ki, hər bir dəstək, ictimai dəstək biz tərəfdən də məsələdə ona göstəriləcək, göstərilə bilər və bu məqsədlə də inşallah gələn həftənin 3-cü günü zöhr namazında Təzəpirdə biz dəvət edirik ki, insanlar Təzəpirdə günorta namazını qılsınlar və orada bir müraciət təqdim olunsun. Sizin hamınızın adından ki, biz bu məsələnin həllində yəni
şeyx ki bu səyləri davam elətdirir, biz də öz dəstəyimizi bu məsələnin həllində ona ifadə eləyə bilərik. Yəni kim iştirak eləyə bilsə yaxşı olar. İndi inşallah məsələ o günə qədər bəlkə də həll olsa, daha heç ehtiyac olmaz. Yəqin ki, əlavə nəsə olsa, bu barədə məlumat verirlər. Amma 3-cü gün zöhr namazında Təzəpir məscidində namaz qılır və o müraciəti də şeyxə təqdim eləyərik bir yerdə. Allah bütün çətinliklərimizi öz yədi qüdrəti ilə həll eləsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Mən bir iki elanı qardaşların nəzərinə çatdırmaq istəyirəm. Xəstələr var, xüsusən də əməliyyata gedən xəstələr var, qana ehtiyacları var. Mən qan qruplarını qeyd edirəm və qan vermək istəyən qardaşlar inşallah namazdan sonra bura yaxınlaşsınlar. Müsbət 1, bir də mənfi 3 qrupası qan ehtiyacı var və qan vermək istəyənlər inşallah əsr namazından sonra bura yaxınlaşsınlar. Olunan xütbənin qəlblərimizdə təsir buraxmasına, müsəlmanların öz ictimai və şəri vəzifələrini bilib əməl etməsinə, İmam Hüseyn əleyhissalamın müqəddəs və pak ruhuna salavat deyək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve safiyyihi ve habibih ve hafizi sirrih ve mübellighi risalatih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin el mükerremin. Usikum ve nefsi bi tekvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Keçən həftə insanın aqibətinin xeyirli olması barədə danışmışdıq. Mən çox vaxt uzalmayacağım, qısa şəkildə bir daha keçən həftə dediyim mətləbə işarə eləmək istəyirəm ki, Quran buyurur vəl aqibətu lil muttəqin. Quran buyurur ki, xoş aqibət imanla ölmək təqvalılara məxsusdur. Günahdan çəkinən insanlara, insanın günah eləməsi, günah üstən günah eləməsi səbəb olar. Hədislərdə var ki, qəlb ölər, insanın qəlbi ölər və ölmüş qəlbi oyatmaq mümkün olmaz. Və insan o qədər zəifləyər ki, ölüm vaxtında şeytan əl çəkmir adamdan, axır məqama qədər çalışır ki, insanın imanını oğurlasın. O məqamda şeytanın əlində aciz qalar. O adam ki, ömrünü günahda sərf eləyib. Namaz qılsa da, qılmasa da, günahda ömrünü sərf eləyən insanın imansız ölmək təhlükəsi var. Və mən belə deyərdim ki, bəlkə günahın insana vura biləcəyi ən böyük ziyan budur ki, günah səbəb olur ki, insan imanını itirib dünyadan köçür. Quran buyurur, əla bi zikrillah tətməinnul qulub. Qəlblər sakit olar Allahı yad eləməklə, Allahın zikri ilə. Zikr nədir? Zikr deyirlər, bu da hədislər buyurub ki, zikr təsbih götürüb Subhanallah deməkdir. Bunun savabı var öz yerində. Amma zikrin həqiqəti nədir? Hədislərdə buyurulub ki, zikrin mənası budur ki, günah insanın qabağına çıxanda Allah yadına düşər və günahdan çəkinər. Bu zikrin mənasıdır. Zikr eləyən adam o adama deyirlər ki, günahla qabaq-qabağa dayananda Allah yadına düşər və bu yada salma səbəb ola ki, insan günahdan çəkinər. Bu adama deyirlər zikr eləyən. İndi insanın yadına nə düşməlidir orada? Hərənin bir səviyyəsi var. Biri əzab yadına düşür, cəhənnəm əzabı, qorxur, günah eləmir. Biri Allahın rəhmətinə, cənnətinə ümidlə günah eləmir. İmam Hüseyn əleyhissalamın Kərbəladakı mübarizəsi bunun üçündür ki, bizim əlimizdən tutsun, o günah bizim qabağımıza çıxan vaxt İmam Hüseynə əzadarlıq eləməyimiz bizim yadımıza düşsün. Nə yaxşı olar ki, adam İmam Hüseyni sevdiyinə görə günahdan çəkinər.
Çünki qiyamətdə biz İmam Hüseynlə üzbəüz dayanacağıq və imam bizdən soruşsa ki, mənim məhəbbətim sizə kifayət eləmirdi ki, günahı tərk eləyəsiniz. Siz ki, mənə sinə vururdunuz, mənə göz yaşı axıdırdınız. Günah məqamında yadınıza düşmürdü ki, mən Hüseynin əzadarıyam. İmam Hüseynin məhəbbətini Allah məndən alar. Bu məhəbbət mənim ürəyimdən çıxar. Və bu çox təsirli vasitədir. Mən deyərəm, cəhənnəm qorxusundan daha təsirlidir. Ki, insan yadına sala ki, mən İmam Hüseyni sevirəm, mən İmam Hüseynə əza saxlayıram, mən İmam Hüseynə göz yaşı axıdıram və bu günah, bu əzadarlığın, bu məhəbbətin düşmənidir. Bu günah mənim ürəyimdə o məhəbbəti zəiflədir. İmam Hüseynin məhəbbətini mənim ürəyimdən çıxardır. Və İmam Hüseynin məhəbbəti qəlbdən çıxdısa da qəlbdən nə qaldı? Heç bir şey qalmadı. Odur ki, İmam Hüseynin bu mübarizəsinin bir məqsədi də budur ki, o çətin məqamda, günahla üzbəüz qalan vaxtda o məhəbbət bizim əlimizdən tutsun və bizi günah eləməkdən saxlasın. Bu günlər xanım Zeynəb üçün çox ağır və müsibətli günlərdir. Həzrəti Zeynəbin ən ağır günləri bu günlərdir. Xanım Fatimə Zəhra özü barədə deyir ki, mənə üz verən müsibətlər gündüzə üz versəydi, dönüb gecə olardı. Yəni, o qədər müsibət ki, mənə üz verib, əgər gündüzə üz versəydi, dönüb gecə olardı. Amma bu məzlumiyyəti ilə, xanım Zəhra bu müsibəti ilə özü də sözlərində deyib ki, heç kəs məzlumiyyətdə Zeynəbə çata bilməz. Zeynəb ummul məsaibdir, yəni müsibətlərin anasıdır xanım Zeynəb. Zeynəb doğulan gündən dünyadan köçənə qədər Allahın ağır imtihanları ilə, bəlaları ilə qarşılaşır. Zeynəb görüb necə Peyğəmbər can verir Zeynəbin gözü qabağında. O dəfə mən dedim, Peyğəmbər deyir əleyhissalama ki, Hüseyn hanı ömrünün son anlarında. Əleyhissalam deyir, mən Hüseyni çağırdım, Peyğəmbər dedi, gətir qoy onu sinəmin üstünə. Deyir, Hüseyn Peyğəmbərin sinəsi üstündə idi, Peyğəmbər can verirdi. Əleyhissalam danışır ki, gözün açdı, Hüseynin köynəyinin qabağını açdı və onun sinəsindən öpüb ağlaya-ağlaya can verdi Peyğəmbər. Zeynəb bu mənzərəni görürdü. Zeynəbin gözü qarşısındaydı. Peyğəmbərdən sonra anası Fatimə Zəhranın müsibətlərini görürdü. Xanım Fatimə Zəhranın dərdlərini bir-bir öz gözü ilə görürdü. O qədər qorxmuşdu, deyirlər, xanım Zeynəb evlərinə hücum olandan sonra. Əleyhissalam Salmana deyirdi ki, bizə gələndə qapını yavaş döyün. Çünki Zeynəb qorxur, Zeynəb narahat olur, hər dəfə qapı döyüləndə. Özü danışır, deyir, mən gördüm, anam bir 50 qunut tutmuşdu gecə yarısında. Mən gördüm, anam dua eləyir. Dedim, yəqin indi özünə şəfa istəyəcək. Bəlkə hamıdan çox Zeynəb şəfa tapmasını istəyirdi. Çünki deyirlər, hər gün bir qanlı köynək xanım Zəhranın əynindən çıxardanda Zeynəb yuyurdu. İmam Sadiq əleyhissalam buyurur, anam Zəhranın yaralarından hər nəfəs alanda təzə qan çıxırdı. Zeynəb deyir, gördüm, anam dua eləyir, amma elə dua elədi ki, məni ümidsiz elədi. Dua elədi, dedi, ilahi, Zəhranın ölümünü tez getir. Gecə qaranlığında əleyhissalam xanım Zəhranı dəfn eləməyə aparanda baxdı, gördü, Zeynəb əlin qoyub ürəyinin başına qaçır cənazənin dalıcan. Əleyhissalam arxaya çöndü, qızını aldı qucağına, dedi, qızım, sən belə ağlasan Hüseyni sakit eləyə bilmərəm. Əlinin zərbətdəndiyi gün başı, alnının yarası üzünə, qanı üzünə axan vaxt əlini bir kilimin üstündə qoyub evə gətirəndə dedi, məni qoyun yerə, istəmirəm Zeynəb məni bu halda görə. Zeynəb
Va əbəta deyib evdən çıxdı, qaçdı Kufə məscidinə. İmam Həsən zəhərlənən vaxt deyirlər, qan boğazından tökülən vaxt birinci Zeynəbi çağırdı. İmam Hüseyndən də qabaq Zeynəb qaçdı gəldi. Gördü ağanın rəngi saralır. İmam Həsənin dəfn eləməyə aparanda cənazəsini oxladılar. Deyirlər Zeynəbdən gizlədirdilər. Amma xanımlardan biri İmam Həsənə ağlayanda dedi, ay cənazəsi oxlanan. Deyir, bu sözü deyəndə Zeynəb baxdı, dedi, məgər mənim qardaşımın cənazəsinə ox atıblar? Və bu müsibətlərin zirvəsi Kərbəla idi. Kim deyə bilər nə qədər Zeynəb İmam Hüseyni çox istəyirdi? Zeynəb bir gün Hüseynsiz qalanmırdı. Bir gün İmam Hüseynsiz qalanmırdı. Amma çıxdı xeymədən, düşmən danışır. Deyir, and olsun Allaha, heç vaxt yadımdan çıxmaz. Zeynəb xeymədən çıxdı, o vaxta qədər çıxmamışdı. Öz oğlanlarının cənazəsini gətirirdilər, Zeynəb deyirdi, and olsun Allaha xeymədən çıxmaram. Çünki qorxuram Hüseyn xəcalət çəkə məndən. Amma deyir, o zaman çıxdı ki, Hüseynin cənazəsi gün qabağında idi. Baxdı, dedi, ya Rasulallah, yəqin o vaxtı yadına saldı ki, Peyğəmbər can verəndə Hüseyni sinəsinin üstünə qoymuşdu. Dedi, ya Rasulallah, haza Hüseyn murəmmilun biddima, müqəttəul əza və bənatükə səbayən. Dedi, ya Rasulallah, gəl Kərbəlaya, bu sənin Hüseynindir. O Hüseyn ki, sinövün üstündə bəsləyirdin, odur. Gəl, bax, gör, qanına boyayıblar. Əzalarını bir-birindən ayırıblar. Və bax, qızları əsir eləyiblər. Bir-bir o uşaqları mindirir dəvələrə. Düşmənə qışqırdı, fəryad elədi, dedi, qoymaram çirkin əlləriniz bu uşaqlara dəysin. Hamınız çəkilin, özüm mindirəcəm. Bir-bir Hüseynin o yetim qızlarını dəvələrə mindirir. Axırda Ümmü Gülsümlə ikisi qalır. Bacısına deyir, bacı sən qalx, mənim işim var. Deyir və dost və düşmən hamısı baxır. Zeynəb bir an dayanır, yəqin onu fikirləşir ki, neçə gün qabaq mən Kəcavədən düşəndə bir əlimdən Hüseyn tutmuşdu, bir əlimdən Əbəlfəz, Qasim, Əli Əkbər. İndi Zeynəb tək qalıb, bir karvan əsir qadınlar miniblər dəvələrə, deyirlər hamı baxır, dost da baxır, düşmən də. İndi Zeynəb neynəyəcək? Görürlər vüqarla hərəkət elədi İmam Hüseynin o başsız bədəninə tərəf. Gəldi dayandı İmam Hüseynin başsız bədəninin müqabilində. Hamı baxır ki, Zeynəb neynəyəcək? Gəldi dedi ki, sən əvvəl səndən bir söz soruşum, qardaş bu 3 şöbəli oxu kim sancıb ürəyimə? Kəş mənim qəlbimə sancılardı, səndən qabaq mən öləydim, bugünü görməzdim. Deyir, Hüseyin, and olsun Allaha getməzdim, öz əlimdə olsa getməzdim. O qədər oturub sənin cənazənin yanında ağlayardım, ta ruhum bədənimdən ayrılar. Amma məcburam, aparırlar məni. Ondan sonra dedi, Hüseyin, mən səfərə gedirəm. Həmişə sən səfərə gedəndə gələrdin, sənin üzündən öpərdin. İndi başımı miziyə vurublar. Nə üzündən öpə bilirəm, nə bədənimdə sağlam yer var, oradan öpəm. Düşmən deyir, elə ağladı, düşmən deyir, and olsun Allaha, Zeynəb dostu və düşməni ağlatdı. Əyildi, dodaqların qoydu, kəsib boğazına İmam Hüseynin. Öpdü, ağladı, ta düşmən qamsı ilə onu İmam Hüseynindən ayırdı. Qolundakı qamsı yerləri uşaqlardan gizlədirdi. Bir də Küfədə gördü ki, İmam Hüseynin o yaralı başına daş atanda dedi, Hüseyin, nə namərd adama qonaq gəlmisən? Deyirlər, Zeynəbin axır saatı idi. Hər kimin nə hacəti var, nə dərdi var. Məhərrəm yavaş-yavaş sona çatır. Əhl-i-Beyt deyirlər, dərdiniz olanda gedin xanım Zeynəbin qapısına. Zeynəbin axır saatları idi. Deyirlər, otağı xəlvət eləmişdilər.
Bir bacı ki, neçə qardaşı var idi. Can verəndə bir nəfər yoxdur gələ başının üstünə. Deyir, Zeynəbin canı bədənindən ayrıldı. Xanımlar gəldilər qusul verməyə. Deyirlər, gördülər, əlin qoyub ürəyinin üstünə. Əlini ürəyinin üstündən ayıranda baxdılar, gördülər İmam Hüseynin qanlı köynəyini basıb ürəyinin üstünə. Zeynəb ölən anda da ya Hüseyn dedi, dünyasını dəyişdi. Ələ lənətullah, aləl qavmiz zalimin, la havlə və la quvvətə illa billah, əl-aliyyil azim. Allahümmə inna nəsəlükə və nəd'uk, bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm. وبالحسين يا الله 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 يا الله. İlahi əllərimizin naumid qaytarma.